Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Bu gün bir çoxlarımızın əziyyət çəkdiyi hipoxondriyadan danışacağıq. Hipoxondriya nədir? Hipoxondriya fiziki simptomların, yəni vegetativ sistemin aktivliyindən fiziki simptomlar başlayır. Ona psixosomatika deyirlər. Onun fonunda yaranan qorxudur və xəstələr başlayır cürbəcür özlərinə fərziyyələr qurmağa, diaqnozlar qoymağa. Özdə harda ağır diaqnozlar var, onu qoyacaqlar və başlayacaqlar Google-də axtarmağa, YouTube-da axtarmağa, nə bilim, bütün şəbəkələrdə. Ki, mənim ürəyim sancdı, filan oldu, belə oldu, filan oldu, əlim keyəldi, nə oldu. Bu nədən ola bilər? Təbii ki, Google sizə ən yüksək, ən təhlükəli bir prosesdən danışacaq. Təbii orada infarktdan gedəcək söhbət, insultdan gedəcək söhbət və s. Ən ağır xəstəliklərdən və yaxud haravızsa sancdı, dərhal ora girirsiniz. Yenə də o Google öz işini görür, ən yüksək, ən təhlükəli ilk növbədə onları üzə çıxardır. Siz oxuyursunuz və özünüzə oxşadırsınız onu və inanc yaranır. İnanırsınız ki, 100% məndə budur. Vəssalam, düşürsünüz labirintə, panik vız qalxır, həyəcan, qorxu, yatmırsınız, bissonniya yaranır və həkimlər başlıyor, bayexla. Bu həkimdən o həkimə, o həkimdən bu həkimə, ta ki 3-4 dənə həkimi gəzəcəksiniz, eyni sualınıza cavab alandan sonra sakitləşəcəksiniz. Tamam mı? Aparatlar 100% olacaq, çünki aparata ancaq siz inanırsınız. Həkimin dediyinə bəzən xəstələr inanmırlar. Amma bu nevrozun simptomu və yaxud patoloji simptomdan ayırmaq üçün bir neçə səbəb lazımdır. Birinci səbəblərdən biri bir neçə simptom lazımdır. Anlatabildim mi? Bir simptomla dərhal o diaqnozu qoymaq düzgün deyil. Və ilk növbədə mən xəstələrimə deyirəm ki, mənə yazırlar, deyirlər ki, doktor filan yerim belə oldu, filan oldu, nədən olar? Deyirəm ki, sizcə nədən olar? Siz artıq 2 ildir, 3 ildir elə mənə şikayət edirsiniz, bir dəfə də müalicəyə gəlməmsiniz, elə şikayət edirsiniz. Mən də sizə dayanmadan, yorulmadan dəstək oluram. Bu qədər özünüzə əziyyət verənə qədər bir dəfə müalicəyə yazılırsınız. Sözüm onda yox. Deyirəm, sizcə nədən olar? Deyir, bilmirəm, qorxuram, xərçəng, bilmirəm, insult, infarkt, indi cürbəcür özlərindən şeylər qururlar da, fantaziyalar və ona inanırlar. Deyirəm, ay xanım, ay qardaşım, ay bacım, bəs niyə demirsən ki, ilk növbədə bu nevrozdan ola bilər? Nevrozu niyə yaddan çıxardırsınız ki? Siz axı neçə müddətli nevrozdan əziyyət çəkirsiniz? Qalmayan həkimlər qalmayıb, axı aparatlar qalmayıb gəzirsiniz. Sizə diaqnoz qoyulub da. Bəs əgər bu fəsadlar, bu simptomlar olmasa, deməli siz nevroz deyilsiniz də, sağlam adamsınız. O zaman qorxmaq olar, diaqnozlar qoymaq olar, fərziyyələr eləmək olar. Siz axı nevrozsuz. Niyə bunu boynunuza almırsınız? Siz istəyirsiniz ki, nevroz adı üstünüzdə olsun, amma heç bir fəsadı olmasın, heç bir simptomu olmasın. Bu necə olan şeydir? Onda nevroz sayılmır ki bu. Nevroz o adamlara deyirlər ki, simptomlar var, fikirlər var, negativ fikirlər. Anlatabildim mi? Siz o, yox, oturmuşdum, vallahi heç nə,
fikirləşmirdim, birdən-birə pis oldum. Bu birdən-birə olmur. Siz bu simptoma vaxt itirənə qədər, təzyiq ölçənə qədər, nə bilim, özünüzə skorpomuşluq eləyirsiniz, cürbəcür dərmanlar, nəm, karvalol filan bəsməkan. Yadınızda saxlayın, panik vaxtı heç bir dərman, heç bir iynə insana kömək eləmir. Siz özünüz özünüzə kömək eləyirsiniz. Skorunu çağırırsınız, sizə dibazol, papavirindən başqa heç nə vurmurlar. Heç nə vura bilməzlər. Nevroza aid elə bir iynə, dərhal sakitləşdirici bir dərman yoxdur. Seyirli bir dərman, iynə. Var, relaniumdur, onu da ki vurmurlar. Heç o qırmızı peçatlandır. O ancaq sudurğalı insanlara vururlar. Onu da sizə heç kəs vuran deyil. Anlatabildim mi? Papavirin dibazolu vururlar. Siz sadəcə öz-özünüzü sakitləşdirirsiniz. Deyirsiniz ki, mənə müdaxilə olundu, skoru gəldi, indi birazdan rahatlaşacağım. Anlatabildim mi? Və yaxud karvalolu içirsiniz, indi birazdan öz-özünüzə kömək eləyirsiniz. O karvalol nədir ki, bitki tərkibli bir yüngül sakitləşdiricidir. O sizə kömək eləyə bilməz. Uzaqbaşı yuxu gətirər, biraz da pisləşirsiniz o zaman. O vaxt mən içirdim, biraz da pisləşirdim. Əsəblərim ki, özü mən böyük dozada 60 damcı, nə bilim 70 damcı, 80 damcı içirdim. Özüm pis idim, bu da məni biraz yuxu gətirirdi. Yata bilmirsən, axı canınla əlləşirsən. O mənə əsəb verirdi. Biraz da pisləşirdim, biraz da mənim panikimi artırırdı. Başa düşdüm ki, xeyr, heç bir köməyə ehtiyac yoxdur. Kömək mənim beynim, özüm bir sözlə. 1000 dənə simptom, dərman, zad eləyənə dərhal düşünün. 5 gün qabaq nə olmuşdu? 1 həftə qabaq nə olmuşdu? 1 ay qabaq nə olmuşdu həyatınızda? Bunları düşünməlisiniz. Anlatabildim mi? Səbəbsiz nevroz olmur. Kim deyir ki, mən oturmuşdum, birdən-birə bu baş verdi, bu mümkünsüz bir şeydir. Nevroz səbəbsiz gəlmir. Düzdür, vegetativ sistem, amigdala aktivdir. Söz yox. Bəzi normal insanlara baxanda bunlar həssasdırlar. Qoruyucu mexanizmi çox güclüdür nevrozlarda. Ona görə də çox yaşayırlar. Amma o demək deyil ki, o elə oturan yerdə sizi tutsun. Oturan yerdə o zaman tuta bilir ki, metihassas olursunuz. Və yaxud gecə yatmamısınız. Səhər mütləq pis olacaq. Və yaxud çox içmişsiniz, içki zad indi kişilərə aiddir. Və yaxud normadan artıq işləmişsiniz. Priutamleniya deyirlər ona, yorulmuşsunuz. O zaman tuta bilər. Sinir sistemi dözmür. Belə siz oturmuşsunuz, ev işi ilə məşğulsunuz, qadınlara aiddir. Televizora baxırdım, birdən-birə pisləşdim. Значит, siz 1 həftə qabaq, 5 gün qabaq uşaqla əsəbləşmişsiniz, yoldaşınızla əsəbləşmişsiniz, nə bilim, işdə əsəbləşmişsiniz və yaxud nəsə baş verib. Bu elə belə gəlib tutmur adamı havadan. Nevroz ağıllıq xəstəliyidir. Sadəcə nervli sistem, əsəb sistemi tarıma çəkiləndə partlayış verir. Elə belə deyil. O yığılır, bir gündə olan şey deyil bu. Bir dəqiqədə, bir saatdə olan şey deyil. O yığılır. O sinir sistemi, səbir kasası deyilir, dolur. Komanda verir bütün orqanlara. Anlatabildim mi? İpaxon kimlərdə olur? Birinci, endogen ipaxonlar var. Yəni, valideynlərdə, nəsildə kimdəsə olub və gəlib sizə çıxıb. Var egzogen. Egzogen nədir? Uşaqlıq dövründən qalıb. Uşaqlıqda və yaxud sizi ana çox sığallayır. Ana eləyir bunu hamısını. Analar günahkardır. Çox sığallayır, əzizləyir. Siz artıq samastoyatinlə özü başına yaşaya bilmirsiniz. Anlatabildim mi? Həmişə köməyə ehtiyacınız olur.
40 yaşınız olsa, 50 yaşınız olsa belə ipaqonsuz. Köməyə ehtiyacınız olur. Onlar da olur. Bir də ki, qorxudan. Əsilləri üstünüzdə. Aha, ora getmə pisdir. Bura xəstələnərsən. Ay filan şey, ay filan şey. Uşaq uşaqlıqdan başlayır yığmağa şur altına ki, elə pisdir, elə pisdir. Deməli, mən xəstələnə bilərəm. Elə bunu eləmək olmaz, xəstələnə bilərəm. Mən qalın geyməliyəm, mən xəstələnə bilərəm. Nə bilim, bayıra çıxmayım, yıxıla bilərəm. Filan şey ola bilər, filan şey. Bunu yığır. Vaxt çatanda tarap partlayış, hipokondriya baş verir. Anlatabildim mi? Ana eləyir bunu. Çünki ana özü, elə valideynlər var da, mən tanıyıram, şəxsən özüm tanıyıram. Valla uşağına baxırsan 4 dənə məni boydadır, hələ də onu uşaq kimi rəftar eləyirlər. Kondisioner sönsün, filan şey olmasın, belə geyin, nə bilim neynə, filan elə, bayra çıxanda belə geyin, belə elə, filan, uşaq kimi. Yəni uşaqlıqdan tanıyıram o ailəni. Uşaqlıqdan indi daha universitetə girib, indi də elədir. Onun axırı nevrozdur, çünki anası nevrozdur. Təşviş həyəcanlıdır bunun anası, pastayanlı hürkür. Bunun özü niyə nevrozdur? O özünü boğur, öz nevrozunu, yönəldir uşağının üstünə. Elə şeydir, qorxu içindədir, elə narahatdır övladından. İnsan da var valideynlərindən narahatdır. Mən elə idim, gecə dururdum, gəlirdim, qapını qulaq asırdım, görüm atamı, indi mən atamdan çox yaxşı olmuşam da, aram yaxşı olub, səmimi olmuşam. Gəlib qulaq asırdım ki, atam xoruldayan adam idi. Qulaq asırdım ki, görüm atam xoruldayır, yoxsa yox, birdən ölər yatan yerdə. Anlatabildim mi? O qədər narahat idim. Hələ uşaq idim, körpə. Onda heç bilmirdim mən nevrozam, nəyəm. Səndimə oradan qalıb da, anlatabildim mi? Çox narahat idim. Gecə ağlayırdım, mənim haçansa anam, atam öləcək, filan eləyəcək, mən ona dözə bilmərəm. Ama atam rəhmətə gedir, Allah ölənləriniz rəhmət eləsin. Yəni öləndə də normal qarşılandı, yəni hər bir şey normal. İnsan normal şuurla olanda hər şeyi normal qəbul edir və dözür. Çünki bu həyatın qanunlarından biridir. Amma o vaxt o qədər məndə təşviş həyəcan var idi ki, mən gecə ağlayırdım. Düşüncə də gəlib, bir vaxt mənim atam, anam öləcək. Dəli kimi olurdum. Və o qədər çevrilirdim orada, yata bilmirəm, səhərə yaxındır, gecədir, nə bilim. Ağlayıram, neynirəm, axır dururdum, gelirim, qulaq asırdım, görüm atam xoruldayır, yoxsa yox. Belə şeylər var. Yəni, məni də uşaqlıqda elə böyüdüblər. İndi anam danışır. Məni də elə. Mənim anam mənə bir iş tapşıranda atam dedi, işin yoxdur ondan. Ondan işimiz yoxdur. Ona iş tapşırmayın. Belə gətirdilər, çıxartdılar məni. Elədilər xəstə. Ona görə də övlad böyüdəndə bir balaca sərbəstliyi vermək lazımdır. Samostoyatin olmağa vadar eləmək. Ruslar neyniyir? Uşaq yuxudan durdu, ona deyir ki, ged yervi yığ. Corabı özün geyin. Bizimkilər eşşək boydadır, üzr istəyirəm. Onun ayaqqabısını geyindirir, corabını geyindirir, yerini yığır. Mən özüm məsələn artıq məktəbim neçənci sinif idim, böyük uşaq idim. Hələ də anam qulluğunda durur da, yerimi zadımı o düzəldirdi. Hər şeyimi o eləyirdi. Belə şey olur. Ruslar belə eləmir. Uşaq ona görə də onlar 18 yaş tamam olanda ana ataya deyir ki, sağ ol, mən artıq öz həyatımı yaşamaya gücüm çatır. Bizimkilər yox. Toyunu da gəl eləyəsən, nə bilim nəyini də ondan uşaq çıxar.
Mənim özümə də aiddir. Elə uşaq böyüdürlər. Ona görə buradan yaranır hipoxondriya, anlatabildim mi? Amma əslində biraz xasiyyətlə də bağlıdır. Çünki xasiyyət yenə də uşaqlıq dövründən gəlir. Sizə verilən tərbiyədən gəlir. Anlatabildim, sizi qorxaq kimi böyütsələr, təbii ki, qorxaq olacaqsınız böyüyəndə. Başlayacaqsınız xəstəliklərdən, nə bilim, qonşunuz öləcək, ondan qorxacaqsınız, düşünəcəksiniz, o niyə öldü? İndi də məndə xəstə var, biri ölür, zəng vurur mənə. Filan kəs öldü, görəsən nədən ölə bilər? Deyirəm, qardaş, ay başıva dönüm. 1 milyon cür xəstəlik var həyatda. Siz hələ bilmirsiniz, elə bir xəstəliklər var ki, xərçəng onun yanında toya getməlidir, adını eşitməmisiniz. 3-4 günə yerbeyer eləyir adamı, heç bir müalicəsi də yoxdur. Belə şeylər var. Sümük xəstəlikləri var. İlik xəstəlikləri var. Xərçəng deyil ha. Xərçəng elə belə şeydir, yenə şans verir yaşamağa 5-10 il. Anlatabildim mi? Çətindir məsələ. Buna görə də ilk növbədə nevroz olduğunuzu boynunuza alacaqsınız. Anlatabildim mi? Və bu tutan kimi heç bir xəstəlik bir dəfə tutub adamı öldürmür. Bir dəfəyə. O ürək olur. Ürəyi də mən sizə demişəm, 6 aydan bir ən əsas da kişilər, qadınlarda infarkt riski çox aşağıdır. Amma kişilərdə biraz yüksəkdir, 40-dan yuxarı. Hər 6 aydan bir yoxlanış lazımdır. Ürəyə görə. Yeganə qəflətən ölüm ürəkdən olur. Və yaxud hipertoniksansa. Hipertoniyasansa gündəlik dərman batacaqsın. O hipertoniyada bilinir də, təzyiqiniz olanda bilirsiniz ki, siz hipertoniksiniz. O da nevrozlarda olmur. Nevrozlarda təzyiq olur. Nevrozun fonunda olur. Onu beyin özü eləyir. Amma hipertonikdə özündən asılı olan şey deyil. Hər bir şeydən qalxır, qidadan qalxa bilər, özü sistemi özü qaldıra bilər. Amma nevrozda elə deyil. Nevrozda beyin özü onu təmzinləyir, qaldırır o qədər ki, səfərbərliyi yaradır ki, sən qaçışa, döyüşə hazır olasan. Anlatabildim mi? Çünki o təhlükə görür. Sən fikirləşirsən, 10 il bundan qabaq filan kəs mənə belə bir söz demişdi. Siz bunu fikirləşirsiniz. Amma beyin onu elə qəbul eləmir. Beyin onu real təhlükə kimi qəbul edir. Elə bilir ki, sizi indi it qapır, nə bilim, üstünüzə manyaklar gəlir, ilan vuracaq sizi, canavar yiyəcək, o onu o cürünə görür və səfərbərlik yaradır. Bütün orqanlara, bütün sistemə, nevroz sistemə. Təbii ki, təzyiq olmalıdır ki, sizin gücünüz olmalıdır, qaçmağa, vuruşmağa filana, qan dövranı gücləşməlidir, ürək tez-tez döyünməlidir, anlatabildim mi yəni? Bu təbii prosesdir. Və beyin onu özü təmizləyir. Yəni, nə qədər qaldıra biləcək, yəni damarlarınız nə qədər təzyiqə dözə biləcək qədər qaldıra bilər və saniyədə sala bilər. Sakitləşdir, salır, düşür. Qalmır o elə. Oynaq təzyiq deyirlər ona. Amma hipertonik elə deyil. Hipertonikin qabağını almasan 300-ə qədər qalxar. Ta ki, sizi məhv eləməsə. O başqa məsələdir. Demirəm, nevrozda elə pastayan 220-200 təzyiqlə sən deyinən mənə heç nə olmayacaq. Təbii ki, ziyanı var. Çünki damarlar genişlənir, yığılır, genişlənir, yığılır. Damar genişlənməsi baş verir. Конечно, fəsadı var. Olmaz. Zbitsnadır. Yəni, sıraca onun qarşısını almaq lazımdır təzyiq dərmanları ilə və yaxud skor müdaxiləsi ilə. Amma qorxulu deyil, təhlükəli deyil.
Çox vaxt qorxmaq lazımdır onu. Məndə olub məsələn 245 özüm skoru məcbur olmuşam da, artıq iynəm olmayıb. Zəng vurmuşam, qapıda özüm gecə olub. Özüm qarşılamışam həkimləri. Deyib gülə-gülə. Gəliblər ölçüblər 245 baxırdılar gözümün içinə. Axı mən qarşılamışam onları. Deyirlər sən necə qalırsan? Deyirəm mən nevrozam, hipertonik deyiləm. Narahat olmayın. Siz öz işinizi görün, çıxın gedin. Yavaş-yavaş düşsün. Все. Qorxulu orada heç nə yoxdur. Yetər ki panikaya düşməyəsiniz, onu daha da qaldırmayasınız. Aha, 200 elələri var, 140'ı görür infarkt keçirdir. 140, ay aman 140. 140 təzyiq deyil axı. 150'dən sonra təzyiq sayılır. Amma yenə də təhlükəli təzyiq deyil. Anlatabildim mi? Ona görə də ipaxonlar. Bəstirin Google-ını axtardınız, bəstirin təzyiqinizi ölçdünüz, bəstirin sumka düzəltdiniz, ora özünüzə məxsus güya özünüz üçün fantaziyalar uydurub dərmanlar yığırsınız ora. Güya bu mənə kömək edir. Vallahi o dərmanlar, elə bir dərman yoxdur. Nevrozun, panik atakın dərhal qarşısını alsın. Elə bir seyli dərman yoxdur. Yenə deyirəm, var iynələr, onu sizə aid deyil, yəni vurmayacaqlar sizə. İstəsəniz belə 100 manat da versəniz vurmayacaqlar. O protokol üzrədir, saylandır, qramlandır. Onu sənə vuranda onun hesabatını verirlər. Və orada bildirməlidirlər, bu adam sudurqalı idi, bu adam narkoman idi, özünə qəsd eləyirdi, nə edirdi, ona görə vurmuşuq, subut eləməlidir bunu. Nə deyəcək, deyəcək nevroz idi, bu nevrozu sayan var, skoru çağırırsınız. O vaxt mən çağırırdım girən kimi. Nevrozsan, deyirəm mən, sifətindən bilinir də, görür, diyana bilmirsən, adrenalin o qədər çoxdur ki, bilmirsən nə eləyəsən. Nevrozsan, bizim o qədər işimiz var idi, bizi avara eləmişsən, nə bilim, başlayırlar deyinməyə. Yəni nevroza baxırlar belə, axırıncı adam. Axı patoloji deyil, onlar yaxşı bilir ki, nə də olsa sənə ölməyəcək. Nə qədər də canından əlləşsən, ölümə gətirib çıxarmır. Heç bir fəsad vermir bu şey. Yəni özü-özündən düzələn şeydir də bu. Biraz 10 dəqiqə dözmək lazımdır sadəcə. Anlatabildim mi? Ona görə yığışdırın bu öz-özünüzə orada diaqnozlar qoyursunuz. Nə bilim, gah o həkimə inanmırsınız, gah bu nerv patoloqdan, o nerv patoloqa, bu nerv patoloqdan, bu nerv patoloqa axtarırsınız ki, haradasa 100% bir dənə nerv patoloq var. 100% elə dərman yazacaq ki, mən bununla da nevrozdan qurtulacam. Yoxdur belə bir şey. Bu ancaq psixoterapiyanı keçməlisən. İstəyirsiniz də budur, istəmirsiniz də budur. Anlatabildim mi? Girin Google-da xəstəlikləri axtarana, yazın ki, nevrozun ilk, yəni ən mükəmməl müalicə metodu nədir? Sizə gələcək orada kognitiv terapiya və yaxud psixoterapiya. Psixoterapiyanın növləri çoxdur da, ən əsas kognitiv terapiyadır. Anlatabildim mi? Onlar nəyə görədir? Texnikaları sizə deyir, siz bu vaxta kimi düzgün fikirləşməmsiniz, beyniniz tərsinə işləyir. Bütün orada aləm dəyib bir-birinə, siz onu öyrədirsiniz düzgün işləməyə. Sonra beyin özü üçün skorup olmuşdur, narahat olmağa yəni dəyməz. Özü həll edir bütün işlərini. Yanınızda adam ölür, qorxursuz o özü orada düzəldir hər şeyi. Bir yeriniz ağrıyır, o özü düzəldir. Sveç qalava fikirləşirsiniz də asozununla. İndi siz asozununu dörsünüz. Riskdə qorxanda adrenalin atdı, kortizol qalxdı, siz olursunuz başqa havada. Sizə elə gəlir realdır bu, amma real deyil. Siz elə bir başqa aləmdəsiniz. Onu bilmirsiniz, asozununu dör. 1000 dənə fikir gəlir, ay filan götür. Elə bilsiniz ki,
düzgün fikirləşirsiniz də siz güya. Diaqnozlar falan var. Biraz da qorxursunuz, biraz da panika, biraz da adrenalin, biraz da kortizol. Endorfinin gücü çatmır sizi sakitləşdirməyə bir şey ki. Amma panik atak gedəndən sonra, qorxu susandan sonra, bax elə bir özümdə deyilmi, başqa aləmdəydim. Mən nələr fikirləşmişəm ha. Ciddi şeylər fikirləşmişəm. Normalda bu belə deyil. Heç kəs özünə əl qatmır. Normal insan hətta bilir ki, infarkt keçirdi, yenə özünə əl qatmır. Normal uzanır, bilir öz işini ki, tərpənmək olmaz. Gözləyir təcili yardımla. O ancaq panikli, trivojlu adamlarda özünə əl qatmır, bilmir neynəsin, skoriya zəng, ona zəng vurur, buna zəng vurur. O ancaq panik ataka aiddir. Özünə əl qatır. Ölümdən qorxur, nə bilim nədən qorxur. Anlamır ki, ən rahat şey ölümdür. Ondan da qəliz şeylər var. Yataq xəstəsi. Mənim ən qorxduğum şeydir, yataq xəstəsi. Kiməsə möhtac olmaq. Pis şeydir o. Ölüm nə var ki, 2 saniyəli özündə Allah sənin o vaxtda ağlı alır. Siz harada görmüşsünüz, ölən adam qışqırsın, bağırsın, ağlasın. Belə şey yoxdur. Mənim atamdan ən qorxağı yox idi. Atam dəhşət ölümdən qorxurdu. Elə rahat da öldü ki, ucağımızda öldü. Rahat bir şeydir. Ölməmişdən Allah səni huşu alır, heç sənin ürəyin də partlamır, ruhun da incimir. Ancaq elə yatırsan, durursan, biraz yatırsan, çox yatırsan. Ən rahatı olur, siz ondan qorxursunuz. Həm də ki, sonra mənim üçün nə fərqi var ki, öləndən sonra oğru dünya, güya özünüzə təsəlli verirsiniz ki, oğru dünya varsa, deməli, ölməyə dəyər, yoxdursa. Mənim üçün olmasa daha dəyərlidir, yaxşıdır. Öldün, getdin, oranın, nə bilim, cəhənnəmidir, nə bilim, cənnət nə olacaq, sorğu, sual filan bəsməkən bizə indi doldurublar beynimizə. Onlardan uzaq. Yoxsan, bir anlığa, bir göz qırpımında pişt. Var idin, yoxsan. O ən yaxşısı odur. Və ondan niyə qorxmalıyam mən? Nəyə görə qorxmalıyam? Yenə deyirəm, ondan pis şeylər var. Həyatı şeylər var. Anlatabildim mi? Elə hadisələr var ki, insanları intihara vacib edən bir amillər var. Çıxılmaz vəziyyətdə qalan insanlar var. Çətini budur. Ömürlük yorğan döşəyə məhkum olan adamlar var. Çətini budur. Pampesinə azadla. Anlatabildim mi? Qəliz şeydir. Simbolik işlərdir. Ona görə də durub boş-boşuna vaxtınızı itirməyin. Bir şey fikirləşin ki, mən bir dəqiqədən sonra da olmaya bilərəm. Bəlkə də 80 il yaşayacağım, bəlkə 100 il yaşayacağım, bunu Allah bilir. Amma sonum ölümdür, haqdır. Niyə mən indidən beynimi yormalıyam? Xəstəliklərlə, gic-gic şeylərlə. Niyə? Tutalım, rakdan şübhələndim, getdim, analiz verdim, yoxladılar raksan. Neyəcəksən? Cəmaat necəsən deyirlər. Əlimdən nə gəlir ki? O da ölümün bir növüdür də. Maşın vurdu, öldün, rakdan öldün. Biraz rak nəyə görə pisdir? Mən özüm də o rakı xoşlamıram. Sonu pisdir də, zülümlə şey eləyir. Ən gözəl ölüm ürəkdir. Risk. Yox. Tarih getdi. Yəni, adiləşdirin. Bu ölümü beyninizdə adiləşdirin, qardaş, bacılar. Bəsdirin, siz canınızı çox istəyirsiniz. Həmişə fikirləşin, bilirsiniz, elə bir şey oldu ki, məsələn, gəldilər, dedilər ki,
Nə bilim canını ver də övladın üçün.